Aha, iki dənə sizə vermişdim, yadınıza gəlirsə. Bir 2019-2025-ci il dövlət proqramı, bir də Qida Təhlükəsizliyi Agentliyin əsasnaməsi, düzdürmü? Əsasnaməni soruşarsınız da mənimlə. İnzibati icraatdan əsasnaməni. Olar, problem deyil. Əslində o proqramda çox rahat idi. Orada əsas bizə nəyi soruşacağam mən səndən, o deyim indidən. Proqramın məqsədlərini falan soruşacağam. So orqanlar arasındakı məsələn hansı nazirliklə Orada orada aktarız? orada cədvəllər falan var. Cədvəllər soruşmayacağam yəni. İndən Aha, deyim, oldu. xəbərin olsun. Başlayaq. Qida Təhlükəsizliyi Agentliyinin ikinci kateqoriya dövlət orqanıdır. Qida Təhlükəsizliyi Agentliyi mərkəzi icra hakimiyyəti orqanıdır. Bu səbəbdən ikinci kateqoriya dövlət orqanıdır. İkinci kateqoriya dövlət orqanıdır, bəli. Agentliyin fəaliyyət istiqamətlərinin sayı zəhmət olmasa, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri. Deməli, agentliyin 7 dənə fəaliyyət istiqaməti var. Birinci, müvafiq sahədə, yəni qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək. Sonra bu müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və formalaşdırmanı həyata keçirmək. Sonra idxal sağlamlıq aktı, sağlamlıq baytarlıq və fitosanitar sertifikatlar vermək, müvafiq sahənin inkişafını təmin etmək və s. Bəli. Bəs agentliyin vəzifələri? Agentliyin vəzifələri deməli müvafiq sahədə mövcud vəziyyəti təhlil etmək, dövlət tənzimləməsi və dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi ilə bağlı aidiyyatı üzrə yuxarı orqanlara təqdim etmək, digər mərkəzi icra hakimiyyəti orqanlarının bu sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək, sonra bu sahə ilə bağlı beynəlxalq təşkilatlara tövsiyələr vermək, təkliflər vermək, sonra Prezidentin aktları ilə müəyyən olmuş digər vəzifələri, məsəl üçün, yerinə yetirmək. bəli. Aha, bəs hüquqları, agentliyin hüquqları. Bir neçəsini saya bilərsiniz hüquqların. Deməli, hə, burada da deməli aktda da var idi bu. Müstəqil ekspertləri, mütəxəssisləri, məsləhətçiləri, məsləhətçi şirkətləri, elmi təşkilatları öz fəaliyyətinə cəlb etmək. Sonra Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək. Sonra fəaliyyət istiqamətləri üzrə dövlət orqanlarına təkliflər vermək, xüsusi büllitenlər və xüsusi sap məhsulları buraxmaq. Bunlar Agentlik hüquqlardır. fəaliyyətini necə təşkil edir fəaliyyətini? Yəni onun strukturunu, bunları kim təsdiq edir, kim müəyyənləşdirir? Nazirlər Kabineti. Yox, Prezident strukturunu. təsdiq edir. Prezident. Prezident. Amma strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını kim təsdiq edir? Deməli Nazirlər Kabineti. Nazirlər Kabineti, ASO. Yaxşı, agentliyin sədrini kim vəzifəyə təyin edir? Agentliyin sədri prezident tərəfindən vəzifəyə təyin olunub azad olunur. Ümumiyyətlə Neçə bütün müavini mərkəzi var? icra hakimi. 3 dənə. Onlarda prezident tərəfindən vəzifəyə təyin və azad olunur. Aha, sədrin gördüyü işlər sayı zəhmət olmasa? Deməli, agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik eləyir. Deməli, o 3 dənə həmin 3 müavin arasında vəzifə bölgüsü aparır. Sonra agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə məsələlərinin həll edir. Onların qarşılıqlı əlaqəsini təmin edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların, məsələn, Aktinin nizamnamələri təsdiq etmək üçün təqdimatlar verir. Bəli. Agentliyin kollegiyasının üzvlərinin sayını və tərkibini kim təsdiq edir? Kollegiyanın tərkibini Nazirlər Kabineti təsdiq edir. Yox. Kollegiyanın sayını və tərkibini prezident təsdiq edir. Prezident. Hə, prezident. Agentliyin kollegiyasının üzvlərinin sayını və tərkibini kim təsdiq etdi? Prezident. İndi agentliyin kollegiyası deməli Elcan, bəzi normativ hüquqi aktlar qəbul edə bilər. Bu hansı aktlardır? Hə, deməli prezident tərəfindən qəbul olunması tapşırılmış normativ hüquqi aktlar, bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar, sonra agentliklə digər qurumlar və ya şəxslər arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar, sonra sədrin Bəli. təşəbbüsü ilə kollegiyanın müzakirəsinə çıxarılması nəzərdə tutulan normativ hüquqi aktlar. Kollegiyanın iş qaydasını kim müəyyənləşdirir? Kollegiyanın iş qaydasını prezident. Yox. Nazirlər Kabineti, hə. Yox, sədr. Sədr. Kollegiyanın iş Hə, qaydasını hə, sədr çaşdım. müəyyənləşdirir və iclaslarını da kim çağırır? Yenə sədr çağırır. Sədr. Aha. Ya mənə de görüm ki, agentliyin tərkibinə daxil olan bölmələr var. Yəni strukturuna daxil olan bölmələr. Bu haralardır? Birinci aparatdır. Aparatın özü də şöbələrdən və sektorlardan ibarətdir. Amma Aktidə, institutda, burada departament də var idi, şöbə və sektordan əlavə. Bir də agentliyin regional bölmələridir. Məsələn, Bir də Bakı regional bölmələri. Bəli. Bəli, Məsələn, bəli. mən Bakı Yaxşı. regional şöbəsinə vermişəm vakansiya üzrə.
Aha. İndi mənə de görüm ki, qida zənciri nədir? Keçək. Qida zənciri. Bəlkə. Aha. Qida Buyur. zənciri deməli qida və yem məhsullarının ilkin istehsalı, emalı, utilizasiyası, məhv edilməsi, dövriyyəsi proseslərinin məcmusudur. Bəli, məcmusu tamamilə düzgündür. Daha bir sual sənə. İngredient nədir? İngredient qida məhsullarının hazırlanmasında istifadə olunan, yaxud hazır məhsulların tərkibində ilkin və ya dəyişdirilmiş formada mövcud olan bitki, heyvan, mikrobioloji, mineral mənşəli maddələr, o cümlədən qida əlavələri də bu siyahıya aid edilir. Tütün məhsulları, ətriyyat, kosmetika, psixotrop, narkotik maddələr qida məhsulu sayılırmı? Xeyr. Birinci bəndə əsasən Sayılmır. xeyr. Aha. Dil, börək, beyin, ürək, qaraciyər. Sub məhsuldur yoxsa qalıqdır? Bunlar sub məhsuldur. Sub məhsuldur. Ay sağ ol. Daha sonra burada belə bir sual var deyə həssas qidalar. Necə deyirdik biz ona? E, Xüsusi təyinatlı qidalar, yəni bu hansı qidalardır? Qida əlavələri, bioloji aktiv qida məhsulları. Uşaqların 3 yaşına qədər olan Yox, 3 uşaqların yaşına qədər, aha. 3 yaşına qədər uşaqların bir də diabetik məhsullar. Dietik yəni, aha, bəli, o Bəli, dietik məhsullar. məhsullar. Onlara dair tələblər vardı. Hansı tələblər idi? Tərkibinin yəni ki, böyük insan, məsələn 3 yaşına qədər olan uşaqlar üçünsə, onun böyük uşaqlar üçün, böyük insanlar üçün dozada olmaması falan belə bir tələb olmalı idi Yəni orada. belə deyək də, o normativ hüquqi aktlar var ya, onlara uyğun vitamin, minerallar tərkibində olması, yəni Bəli, çərçivədə, o çərçivədə tərkib olması. baxımından. Bəli. Bəli, istehlakçı qrupların fizioloji tələbatlarını ödəməsi. Mənə de görüm ki, etiketlənmədən danış mənə. Etiketlənmə haqqında ümumiyyətlə danış. Etiketlənmə necə olur? Hansı dildə olmalıdır? Necə olmalıdır? Deməli, etiketlənmə dövlət dilində olmalıdır və etiketin üzərində istehlakçı üçün lazım olan bütün məlumatlar, yəni məhsulun tərkib hissəsi, onun komponentləri, enerji dəyəri haqqında geniş məlumat verilməlidir. Bəli, ay sağ ol. Yaxşı, mənə bir dənə de görüm ki, hansı necə deyim, qida məhsullarıdır ki, onlar təhlükəli hesab olunur. Tərkibində bəzi kimyəvi maddələr olan, deməli təhlükə sözünün ümumiyyətlə mənası tərifi verilib bu qanunda. Deməli qida və yem məhsullarının tərkibində həyat və sağlamlığa zərər vermək gücündə olan bioloji, fiziki, kimyəvi maddələrin mövcudluğu. Yəni bu bioloji, fiziki, kimyəvi maddələr məhsulun içərisində varsa, bunlar təhlükəli qida məhsulu sayılır. Məsələn, tutam ki, görürəm ki, aşkar çürümə var, aşkar Bəli, dağılma var. və ya bankadır, turşudur, o qapağı atıb, yəni bəllidir ki, onun içində mikroorqanizmlərin toksinləri qaz buraxıb, yəni Aha, mikroorqanizmlərin mövcudluğu var orada. biz keçmişdik ki, sizlə, deməli, Qida Təhlükəsizliyi İnstitutu. Həmin institutun kapitalı nə qədər olmalı idi? 1000 manat. 1000 manat. Artırıla Bəli. bilər amma. Aha. İnstitut kim yenidən ləğv edə bilər, yenidən yarada bilər? Prezident tərəfindən yenidən ləğv edilə bilər, yenidən təşkil oluna bilər. Prezident tərəfindən yaradıla bilər, ləğv oluna bilər. Düzgündür. İnstitutun vəzifələri vardı. Bir iki dənəsini say. Görüm yadına qalıb. Keçmiş dərslər. İnstitutun vəzifələri deməli, qida təhlükəsizliyi sahəsində qida təhlükəsizliyi sahəsinin elmi əsaslarını Düz deyirsən, hazırlayır düz deyirsən. və agentliyə təkliflər verir. Deməli, sonra fiziki və hüquqi şəxslər arasında deməli, qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir. Sonra risk qiymətləndirilməsi aparır. Bəli, agentliyə bununla bağlı təkliflər verir. Təkliflər verir bu barədə. Sonra bir Bəli. də Yox, hə, bəli. Yaxşıdır, kifayətdir mənə. Mən sadəcə bilmək istədim ki, görüm keçmiş. Qulluq funksiyalarını say zəhmət olmasa. deməli, qulluq funksiyaları. Qanunla müəyyən edilmiş hallarda və qaydada baytarlıq nəzarət obyektlərində iliş planlara uyğun planlı və ya plandan kənar yoxlamalar aparmaq və digər dövlət nəzarət tədbirlərində iştirak etmək, sonra sektor müdürü tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək, sonra sektor müdürünün tapşırığı ilə hesabatlar, araçlar, məlumatlar hazırlamaq, aidiyyatı qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanılmasını təmin etmək, sonra baytarlıq nəzarəti olan yüklərin ölkə daxilində hərəkəti üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədləri vermək. Bəli, daha da çox hər dəfə təkrar etmək lazımdır ki, qulluq funksiyaları sənin verilən ilk sualdır ümumiyyətlə. Sənə Bunlar verilən qısa olanları öyrənirəm amma və Hə, uzunları onlar problem deyil. Özün də qısalda bilərsən bu arada. Oradakı kimi əzbər tam danışmaya eynisinə da ehtiyac bilərsən. yoxdur. Hə. Yox, tam eynisinə ehtiyac yoxdur. Dayı öz sözünü desən lap yaxşı. Bizə də görək ki, bütün dövlət orqanları inzibati orqan sayılır. Bütün dövlət orqanları inzibati orqan sayılır.
Bəli, sayılır. Bəs bütün inzibati orqanlar dövlət orqanı sayılırmı? Xeyr, çünki fiziki və hüquqi şəxslərə də inzibati orqanlı olmaq səlahiyyəti, inzibati akt qəbul etmək səlahiyyəti verilə bilər. Bəli, səlahiyyət verilərsə, aysa bu zaman ola bilər, düzgündür. İnzibati akt nədir bəs? Deməli, inzibati akt, inzibati orqan tərəfindən müəyyən hüquq sahəsində aid olan qərar, sərəncam və digər növ hakimiyyət aktlarının verilməsi. Bəli, bəli. Yəni ünvanlandığı şəxslərdə müəyyən nəticələr yaradan qərar, sərəncam, digər növ hakimiyyət tədbiridir. Maraqlı şəxs kimdir bəs? Maraqlı şəxs. Hə, deməli, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı müvafiq orqana müraciət etmiş şəxs və ya barəsində inzibati akt və ya müvafiq hərəkət edilmiş şəxs, fiziki və ya hüquqi şəxs. Orada tərif Aha, uzun idi biraz, amma yəni belə aydındır. qısaldı belədir. Mənə də görüm ki, bu inzibati aktın növləri vardı. Hansılar idi? Ərizə, inzibati şikayət, bunlar da isə. Yox, onlar deyil. Aralıq inzibati akt, Hə, hə. əlverişli inzibati akt, əlverişsiz. Əlverişli inzibati akt odur ki, deməli maraqlı şəxsin üzərinə hüquqlar qoyan, hüquqlar verən və üzərindəki vəzifələri götürən aktlar, əlverişsizsə əksinə maraqlı şəxsi hüquqdan məhrum edir və onun üzərinə vəzifələr qoyur. Araqlı inzibati Aysa, akt isə konkret icraatın təşkili təşkili ilə bağlı. inzibati Aydındır. orqan tərəfindən verilən Deməli, akt. biz də sizinlə dövlət orqanı üzrə proqramı tamamilə bitirdik. Artıq vəzifəyə keçirik. Mən o birisi qanunlar lazım deyil, korrupsiya, kargüzarlıq. Yo, bildim, onu demirəm. O ümumi proqram davam edəcək, o heç. Sadəcə sizin vəzifənizdən danışıram hal-hazırda. Orqan Hə, proqramı hə. bitirdik. Keçirik vəzifəyə. Vəzifədən də bu dəfə baytarlıq haqqında qanunu verəcəm sizə. Çox maraqlı, rahat bir qanundur. Baytarlıq haqqında qanun. Belə ardıcıllıqla gedəcək, inşallah yaxşı olacaq. Bir şey qalmayıb. Xeyli hissəsini bitirim. Yəni 3 dənə yerə müsahibədən keçmisiniz. Üçünün də orqan proqramını demək olar ki, bitirdiniz. İndi vəzifələrə keçəcəyik. İndi mənə deyin görüm ki, əlverişli inzibati akt izah edin bunu mənə. Əlverişli, əlverişsiz nə deməkdir? Əlverişli inzibati akt odur ki, üzərinə ona hüquqlar verən, vəzifələri üzərindən götürən aktdır maraqlı şəxsə. Əlverişsiz akt isə əksinə maraqlı şəxsin hüququndan məhrum eləyir və onun üzərinə vəzifələr qoyur. Araqlı inzibati akt isə konkret icraatın təşkili üçün qəbul edilən aktdır. Bəli, konkret icraatın təşkili ilə bağlı düzgün tamamilə. Mənə de görüm ki, bu bir orqan digərinə hüquqi yardım üçün müraciət edib. Neçə gün ona kömək göstərmək lazımdır? 15, 15 gün. bəli 15 gün, iş günü yox gün. Gün. Nə qədər uzadıla bilər yenə? Elə 15 günədək uzadıla bilər. 15 günə də uzadıla bilər. Subordinasiya baxımından bir-birinə kömək eləmək qarşılıqlı hüquqi yardım sayılır? Xeyr. Sayılmır, bəli. Bir orqan digər, məsələn, bax mənim müsahibə sualımdır bu. Bir orqan digər orqana hansı hallarda hüquqi yardım üçün müraciət edə bilər? İnzibati orqan deməli öz səlahiyyətləri daxilində hüquqi yardım göstərməyə borcludur o məsələ. Yox, deyirəm ki, hansı halda bir orqan digərinə hüquqi yardım üçün müraciət edə bilər? Tələb Hə, olunan hə, bildim. sənədlər, yadına sal. Tələb olunan sənədlər və sübutlar məsələsi var Həmin idi. orqanın, digər orqanın Səlahiyyətində olduğu hallarda, sonra həmin məsələnin, müəyyən bir məsələnin həlli üçün ona məlum olmayan və ya onun müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunduğu halda, hansı ki, özü araşdıra bilmir o məsələni. onu edə bilmir. Bəli, Xərclər çox olarsa, bu da ola bilər, xərclər bəli. çoxdur. Hansı halda imtina edə bilər? Bir orqan digərinə hüquqi yardım göstərməkdən imtina edə bilər. Deməli, deməli hüquqi yardım qaydasına tələb olunan sənədlər müəyyən bir dövlət sirrini təşkil etdikdə, sonra həmin yardımın göstərilməsi hüquqa, qanuna zidd olduqda, sonra hüquqi yardım göstərilməsi onun öz funksiyalı vəzifələrini yerinə yetirməsinə mane olduqda, bunlar idi də. Bəli. İmtina etmək. Bəs hansı halda borclu deyil, borclu deyil. Borclu deyil, deməli, pul məsələsi idi orada, səhv eləmirəmsə. Onun bahalı Bəli. olduqda, yəni xərcləri bahalı olduqda. Bəli, bir çox olarsa, bir də ki, başqa orqan daha münasib qiymətə edə bilərsə. Bəli. Digər orqan daha Bəli. münasib qiymətə edə bilərsə. Sağ ol. Yaxşı, növbəti sualım. Deməli, inzibati orqanlar sənədlərin sürətlərini təsdiq etmə hüquqlarına malikdirlərmi? Bəli.
Bəli, malikdirlər. Daha sonra xərclər neçə manatdan çox olarsa, müraciət edən özü ödəməlidir o pulu. 22 manatdan çox olarsa. Tamamilə düzgündür. Daha sonra inzibati icraatın prinsiplərin adları çəkəsən, Qanunçuluq prinsipi, bərabərlik prinsipi, sonra diskriminasion sənədlərinin həyata keçirilməsi prinsipi, etimad hüququnun qorunması prinsipi, mütənasiblik prinsipi, çoxun az ehtiva etməsi, mötəbərlik bəli, prezumpsiyası. bəli. Bir dənə müsahibə sual var. Mənə verilib bu sualı, mən də sizə verirəm. Deyir ki, bir günən bir vətəndaş gəlib sənin qəbuluna. Bu vətəndaşın müraciəti sənin diskresion səlahiyyətlərinə aiddir. Yəni sən A qərarını da qəbul edə bilərsən, B-ni də qəbul edə bilərsən, C-ni də qəbul edə bilərsən. Bu zaman nə etməlisən sən? Deməli, vətəndaşın xeyrinə olan hansısa onu qəbul etmək lazımdır. Bəli, vətəndaşın xeyrinə hansıdırsa onu. Onun mənəfi ən üstündür yəni. Bəli. Yaxşı, mənə də görüm ki, yaxşı, mötəbərlik prezumpsiyası mənə izah elə. Yenə mənim müsahibə sualımdır. Mötəbərlik prezumpsiyası mənə izah elə. Mötəbərlik prezumpsiyası. Deməli, bu yəni necə lori dildə belə öz başa Necə başa düşürük. düşürsən? O demək deyil ki, sən oradakı sözləri deyəsən. Mötəbərlik prezumpsiyası nə başa düşürsən? Bunu belə təqsirsizlik prezumpsiyasına oxşadıran biraz. Yəni fiziki və hüquqi şəxslərdən sənədlərin, müəyyən sayaya aid sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin, məlumatların tələb olunması qadağandır. Birinci mötəbərlik prezumpsiyası nə olduğunu deyil. Mötəbərlik sözü qüvvədə deməkdir. Qüvvədədir. Mötəbərlik prezumpsiyası qüvvədədir. Yəni təqdim olunan sənəd nə zaman qüvvədə hesab olunur? Onun əksi sübut olunmayıbsa. Yəni onun mötəbər bu mötəbər hesab olunur. Yəni qüvvəsi var, qüvvədədir. Yox, orqanda şübhə yaranarsa ki, bu qüvvədə deyil, bunu özü vətəndaşdan tələb etmədən özü bunu araşdırmalıdır öz hesabına. Bu belə mötəbərlik prezumpsiyasıdır. Sonra mən bir dənə Yəni ki, fiziki və sənədin hüquqi şəxsdən, yəni fiziki və hüquqi şəxsdən istəmək olmazdı. Onu məsələn, istəmək necə ki, istəməməlidir, yox. Konstitusiyada deyilir ki, özü borcu deyil onu sübut etmək, günahsız olduğunu sübut etmək. Bunu da onun kimi Bəli. başa düşürəm. Burada da vətəndaş onu tələb edə bilməz, özü öz hesabına bunu etməlidir. Növbəti sualım. Daha sonra belə bir sual var ki, məsəl üçün mən müraciət eləmişəm. Amma misal üçün adımı Solmaz əvəzinə L-ni yazmamışam da Somaz yazmışam misal üçün. Buna görə inzibati orqan sənəd qəbul etməkdən imtina edir. Hansı prinsip pozulur? Deməli, Formal tələblərdən sui-istifadənin qadağan formal olunması. tələblər. Bəli, formal tələblərdən sui-istifadənin qadağan olunması prinsip. Nə deməkdir? Çoxun azı ehtiva etməsi. Deməli, inzibati orqan fiziki və hüquqi şəxslər tərəfindən əvvəllər əldə olunmuş başqa hərəkətlə ehtiva olunan hər hansı bir digər hərəkətin edilməsini tələb eləyə bilməz. Bəli, yəni çox işin içində az iş, əgər həll olunubdursa, çox işin içində az iş. Bunu təzədən bir də inzibati orqandan sən tələb edə bilməzsən. Çünki çox işin içində az iş nə olubdur? Həll olunub artıq. Çox işin içində o gedibdir. Yəni o çox iş, o az işi də ehtiva eləyir. Onu əhatə eləyir. Sən bir də az işdən ötürü müraciət etməməlisən. Çünki sənin çox işin içində bu az iş həll olunubdur. Qurtarıb, bitdi. Mənə de görüm ki, mütənasiblik prinsipi nə deməkdir? Mütənasiblik prinsipi. Status məsələsi idi orada. Yox, bax mən orada həqiqətən nə yazdım o cümləni mən bilmirəm. Mən sadəcə başa düşdüm sən deyirəm. Misal üçün, inzibati orqan mənim hüquq və azadlığımı məhdudlaşdırır, misal üçün. Niyə məhdudlaşdırsın Elcan? Nəsə bir nəticə gözləyir də, bir də nəticə gözləyir. Yəni gözlənilən nəticə nə olmalıdır həmin məhdudlaşdırma? Mütənasib olmalıdır, mütənasib olmalıdır. Başa düşdün? Hə. Yəni bax bir də Konstitusiyamızda maddə 70 var idi. Deyirdi insan vətəndaş hüquq və azadlıqları birbaşa qüvvədədir. Amma məhdudlaşdırıla bilər. Amma bu da dövlət tərəfindən gözlənilən nəticə nə olmalıdır? Mütənasib olmalıdır. Mütənasib Orada da olmalıdır, var. hə. Bu da eyni şey. Mənim hüquq və azadlığım məhdudlaşdırılır. Amma burada bir nəticə gözlənilir ki, o nəticə bu mütənasib olmalıdır. Yaxşı, mənə de görüm, vəzifəli şəxs mənə vəd və bəyanat veribdir. O nə zaman etibarlı təminat sayılır? Vəzifəli şəxs mənə vəd bəyanat. Məsələn, mən sənə söz vermişəm ki, tutalım mən vəzifəli şəxsəm. Mən sənə söz vermişəm ki, mən vətəndaşa söz vermişəm ki, tutalım ki, nəsə
nə bilim, yol çəkəcəm, misal üçün deyirəm özümdən. Bu nə zaman Yazılı etibarlı? təsdiq Yazılı olmuş verilərsə, və təsdiq yazılı. olunmuş olmalıdır. Hə. Bəli, yazılı şəkildə verilərsə etibarlı təminat sayılır. Mövcud inzibati praktika nə zaman dəyişdirilə bilər? Fisk və hüquq şəxsi razılığı ilə. Yox. İctimai maraqlar tələb edərsə. İctimai maraq tələb edərsə artıq, yəni artıq bu elə bir ki, bax dövr dəyişir, zaman dəyişir. Görsən qanunlarda dəyişik olunur, görsən konstitusiyamızda dəyişik olunur. Çünki ayaqlaşmaq lazımdır. Artıq bu inzibati praktika görürük ki, ictimai maraqların tələblərinə cavab vermir. Bu zaman dəyişdirilə bilər. Amma yeni necə olmalıdır? Davamlı olmalıdır və ümumi xarakter daşımalıdır. Bir də burada bir-iki şey qeyd edəcəm mən. Hansı ki, bunlar misal B kateqoriyasına düşmür də, yəni belə deyim. Bunu sonradan inzibati icraatı Axırda 90 kimədir, hə? maddədir, yəni axıra kimidir. Yəni buradan bir iki dənə şey deyim. İnzibati icraatın müddəti 30 gündür. 30 da uzadıla bilər, maksimum 90 günə qədər gedə bilər, soruşsa əgər. Deməli 30 gündür, amma maksimum 90-dır. Bəli, 90 gündə qədər də gedə bilər. Sonra inzibati icraatın dili Azərbaycan dilində olur. Azərbaycan dilində. Amma əhalinin çoxlu təşkil etdiyi yerdə olan dildə də ola bilər. Bir də inzibati icraatın iştirakçıları soruşa bilərlər. İnzibati icraatın iştirakçıları kim cəlb olunubsa iştirakçı sayılacaq. Məsələn, maraqlı şəxs cəlb olunur, fiziki şəxs cəlb olunur. Yəni inzibati icraata cəlb olunan şəxs inzibati icraatın iştirakçısı sayılacaq artıq. Daha sonra bura bu qədər, bəsdir. Keçək biraz sizdən yenə təkrar eləyək. Deməli, bir dənə borcun qaldı. Çünki mən onu da soruşacağam bu dəfə. Baytarlaqlı qanunu da soruşacağam. Çünki borcun sənin borcundur, mənim borcum deyil. O borcun qalası yazacaq, o sən çatdırmalısan. Mənim problemim deyil yəni. Yəni xəbərin olsun. Keçən dərs axı sənə bu dəfə 2 dənə qanun vermişdim. 2019-2025 şey də vermişdim sənə. O sənin borcundur. Plus mən sənə yeni dərs verdim, baytarlıq haqqında qanunu. Yəni xəbərin olsun ki, sən borcunu tamamlamalısan və yeni qanunda oxumalısan. Oldu. Mənə də görüm ki, bir də yadıma salım, nə keçmişik sizlə, nə keçmişik. Suverenlik günümüz nə vaxtdır? Suverenlik günü ayda bir dəqiqə 20 sentyabr. 20 sentyabr, bəli. Nə vaxt olub suverenlik? 2024-də də, yəni bu yaxınlarda elan olundu. 23-də, 23. 23? Bəli, 2023-20 sentyabr suverenlik Azərbaycan ərazi bütövlüyünü tamamilə bərpa edibdir. Bu da tarixdə düşüb suverenlik günümüz kimi. Antiterrordan sonra mən sadəcə sərəncamının imzalandığı tarixi dedim. Aha, başa düşdüm. Suverenlik günümüz, yəni o suverenliyimizin bərpası 2023-dədir, onu demək istəyirəm mən də. Bəli. Müstəqillimizin bərpası nə vaxtdır? Müstəqillimizin bərpası deməli 28 nədir? Müstəqillimizin bərpası. Müstəqillik bərpası deməli 18 oktyabrda olan müstəqilliyin bərpasıdır. Müstəqillik günü 28 mayıdır da. Aha, müstəqillimizin bərpasına təmsil aiddir 91 18 oktyabr. Nazirliklər Mərkəzi İcra Hakimiyyət orqanı gedirmi? Bütün Nazirliklər Mərkəzi İcra Hakimiyyət orqanı. Bələdiyyə hakimiyyəti hansı qoluna aiddir? Heç bir qoluna aid deyil. Bələdiyyə hakimiyyəti bəs prokurorluq hansı qoluna aiddir? Prokurorluq məhkəmə hakimiyyəti qoluna aiddir. Məhkəmə qoluna aiddir. Normativ hüquq akt nə deməkdir? Normativ hüquq akt hər hansı bir məsələ ilə bağlı dəfələrlə tətbiq olunması nəzərdə tutulan, qəbul edilmiş akt. Hamı üçün icrası vacibdir onun yəni. Hamı üçün də məcburidir, bəli. Hamı ona əməl eləməlidir. Əməl eləməsə onu əks halda məsuliyyət göstərəcək də, belə deyək. Bəli. Qeyri-normativ hüquq akt isə əksinə konkret bir məsələ. Konstitusiyamızda mənə mənəvi borc misal göstər. Mənəvi borc. Vətənə sədaqət, vətəni müdafiə, dövlət rəmzlərinə hörmət, ətraf mühitin qorunması, tarix və mədəniyyət abidələrinin qorunması. Bəli, uşağın valideyninə hörmət eləməsi, valideynin uşağa qayğı göstərməsi. Bunlar hamısı bizim nəyimizdir? Mənəvi borclarımız. Epidemiya nədir? Epizootiya nədir? Deməli, epidemiya insanlar arasında yayılan xəstəlikdir. Müəyyən bir ərazidə
yayılmış xəstəlikdir. Pandemiya bütün dünyada yayılmış bir epidemiyadır. Yəni onda böyük formasında məsələn koronavirus infeksiyası, Mhm. virusu. Epizootiya isə heyvanlar arasında yayılmış xəstəlikdir. Delimitasiya nədir? Demarkasiya nədir? Delimitasiya deməli sərhədlərin xəritə üzərində qeyd olunmasıdır. Xəritələrin hazırlanmasının ilkin mərhələsi sayılır. Demarkasiya bəs? Sərhədlərin quruda qeyd olunmasıdır. Bəli, quruda real olaraq ayrılmasıdır. Azərbaycan Ermənistan arasında delimitasiya və demarkasiya prosesi bitib? Xeyr, bitməyib. Bitməyib. Hələ də bitməyib. Bəli. Bəli, Yaxşı, mənə də görüm ki, yenə mənə də görüm ki, dəqiq yadıma salım suallarımı. COP30 harda keçiriləcək? COP30 Braziliyada. COP28 harda olubdu? COP28 deməli Birləşmiş Ərəb Əmirlikləri. Aha, COP27. Misirin Şarm əl-Şeyx şəhərində. Aha, bəli. Azərbaycan Qoşulma Hərəkatının neçənci sədridir? Neçənci sədri olub daha doğrusu, indi deyil. 9. Neçə? 32. Nə danışırsan? Azərbaycan Qoşulma Hərəkatı neçənci sədr? 18-ci. Ha 18. Bizdən öncə kim olubdu? Bizdən öncə unutdum ya onu. Kim idi? Venezuela. Ha, Venezuela. Bizdən sonra kimdir? Bizdən sonra onu da unuttum. Uganda. Hayda, Bizdən sonraki Afrikada, Uganda.